Salam əziz izləyicilər, bugün sizlərlə bərabər bloklar haqqında danışacağıq. Əvvəlcə gəlin tərpənməz blok haqqında danışaq. Baxın, belə bir şəkil çəkirəm sizə. Deməli, belə bir şəkil olacaq. Bizdə bu ip olsun, bu ipin birləşdiyi o mərkəz olsun, blok olsun. Burada F qüvvəsi ilə F qüvvəsi olsun, ipdə 2 gərilmə. Burada M kütləli yük asmış olaq. İndi bu bizdə tərpənməz blokdur və tərpənməz blok öz formasına görə birinci növ lingə bənzəyir. Baxın, buradakı O nöqtəsini gəlin bunu ling formatına çevirməyə çalışaq. Deməli, burada O fırlanma nöqtəsini mən burada çəkəcəm. Gördüyümüz kimi qüvvələrdən biri F, digəri isə M kütləli yükə təsir edən mg ağırlıq qüvvəsidir. Onda deməli qüvvələrdən birini F olaraq göstərirəm, digərini isə mg ağırlıq qüvvəsi olaraq göstərirəm. Digər tərəfdən gəlin görək mg'nin və F'in qolu nə qədərdir. Baxın, mg'nin qolu O'ya qədər olan məsafəsi R, F'in qolu isə F'dən yenə də dayağa çəkilən perpendikulyar R qədər olmuş olacaq. Deməli, mg'nin də F'in də qolu oldu R. İndi lingin tarazlıq şərtinə getsək, mg vurulsun R bərabərdir F vurulsun R-ə. R'lər getdi, F bərabər oldu mg'yə. Deməli, tərpənməz blokda tətbiq olunan qüvvə elə mg'yə bərabərdir. Belə deyək, biz M kütləli yükü yerdən də götürmüş olsaydıq, mg qədər qüvvə sərf etməli idik. Blok vasitəsilə onu tərpənməz blok vasitəsilə də qaldıranda gördük ki, sən demək elə F bərabər mg qədər qüvvə sərf etməliyik. Buna görə də deyilir ki, tərpənməz blok qüvvədə bizə qazanc vermir, qüvvədə qazanc əldə etmirik tərpənməz blokda. Biz bunu belə də çıxarda bilərdik. Əgər blok bərabər sürətli gedirsə, F deməli qüvvəsi eyni ipdə eyni gərilmə olduğuna görə F qüvvəsi elə burada mg'yə bərabər olmuş olacaqdır. Belə də çıxartmaq olardı. Daha sonra tərpənməz blokda bəzən belə bir məsələlər soruşur. İpin getdiyi yol, təcil, deməli sürət və s. Tərpənməz blok qüvvədə qazanc vermir. Ümumiyyətlə mexanikanın bir qızıl qaydası var ki, hansı sadə mexanizm qüvvədə qazanc verirsə, o deməli sadə mexanizmlər üçün belə bir qayda var. Qüvvədə nə qədər qazanırıqsa, yolda da bir o qədər dəfə itiririk, işdə qazanc yoxdur. İşin düsturu nədir? A bərabərdir F vurulsun S və ya hündürlük desək, F vurulsun H. Yəni, qüvvə vuraq yer dəyişmə bizdə işin düsturudur. Deməli, sadə mexanizmlər işdə qazanc vermir. Yəni, qüvvədə nə qədər qazansan, yolda da bir o qədər itirməlisən ki, işdə qazanc olmuş olmasın. İndi tərpənməz blok axı qüvvədə qazanc vermir. Onda deməli, yolda itirmək məsələsi də yoxdur. Yəni, H ipimiz H yükə bərabərdir. V ipimiz V yükə bərabərdir. Bunları soruşacaq bizdən. A ip isə A yükə bərabər olmuş olacaqdır. Bu oldu bizdə tərpənməz blok. İndi tərpənməz blokda tək ki, cisim A təcili ilə yuxarı doğru qaldırılır. F bərabərdir M, J plus A yazacaqsan. Aşağı endirilir, J minus A yazacaqsan və s. Bəs sürtünmə qüvvəsi nəzərə alınarsa nə baş verəcək? Sürtünmə qüvvəsi nəzərə alınarsa, artıq təsəvvür edək bunu. Baxın, F ipini biz aşağı doğru çəkirik. O zaman deməli bu blokdakı sürtünmə bu istiqamətdə yönəlir. Digər tərəfdən isə biz F qüvvəsini aşağı doğru çəkdiyimiz zaman artıq mg kütləsi, yəni bu M kütlə üzü yuxarı getməyə başlayır. Bu kütlə yuxarı gedirsə, buradakı sürtünmə hərəkətin əksinə, yəni aşağı yönəlməlidir. Onda deməli belə çıxır ki, F bərabər olacaq. Sürtünmə və mg, baxın, sürtünmə və mg bir qolda, ikisi də eyni istiqamətə getdiyinə görə yazırıq F sürtünmə plus mg. Bir sözlə, sürtünmə nəzərə alınmayanda F mg-yə bərabər, sürtünmə nəzərə alındığı halda isə sürtünmə plus mg-yə bərabər olmuş olacaq. Yəni, biz qüvvəni tətbiq edərkən həm sürtünmə qüvvəsini, həm də ki, ağırlıq qüvvəsinin deməli, təsirini nəzərə almış olacaq. Bu oldu bizdə tərpənməz blok. Başqa burada nədən danışa bilərik? Yəni, bunlardır. Tərpənməz blok dedik ki, qüvvədə qazanc vermir. Gəlin bir tərpənən blok da çəkək. Tərpənən blok. İndi biz belə bir blok çəkmiş olacağıq. Və bu blokda deyək ki, F
qüvvəsini göstərək və buradan yenə də M kütləli bir yükü asmış olaq. Bu nöqtəni götürək O nöqtəsi. Bax, bu nöqtəni götürək O nöqtəsi. Yenə biz link çəksək, bu artıq olacaq birinci növ link. O nöqtəsi isə olacaq bura. Qüvvələrdən biri gördüyümüz kimi F qüvvəsidir. Digəri isə, bax, F qüvvəsinin qolu nə qədərdir? R və R-dən F qüvvəsinin qolu ümumilikdə 2R-dir. Bu da M-dir. M-ə təsir edən ağırlıq mg-dir. Deməli, bu ipdəki gərilmə də mg-dir. Yaxşı, buradakı mg-nin qolu nə qədərdir? Bəs mg-nin qolu isə R-ə bərabər olacaq. Buradan da mg-ni çəksək, mg-nin qolu isə yalnız R-ə bərabərdir. İndi biz tarazlıq şərtinə gəlsək, F vurulsun 2R bərabərdir mg vurulsun R-ə. İndi buradan çıxartsaq, R-lərimiz ixtisar gedəcək. 2F bərabərdir mg-yə. F bərabərdir mg bölünsün 2-yə. Yəni, tərpənən blok qüvvədə bizə 2 dəfə qazanc vermiş olacaq. Bir sözlə, sən yükü yerdən götürsəydin, mg qədər qüvvə sərf etmiş olardın. Tərpənən blokla qaldırsan, 2 dəfə daha az qüvvə sərf edəcəksən. Yəni, qüvvədə 2 dəfə qazanacaqsan. İşdə qazancı olmadığına görə, qüvvədə 2 dəfə qazanırsansa, yolda da 2 dəfə nə etməlisən? İtirməlisən. Yəni, ip, belə deyək, 2 dəfə daha uzun yol getməlidir. Onda nə yaza bilərik? H yük bərabərdir H ip bölünsün 2-yə. Daha sonra V yük bərabərdir V ip bölünsün 2-yə. A yük bərabərdir A ip bölünsün 2-yə. Yəni, biz 2 dəfə qazanc əldə etdiyimiz üçün bunlarda da 2 dəfə itirmiş olacaq. Tərpənən blok üçün dedik ki, düstur mg bölünsün 2 olacaq. A təcillə yuxarı qalsa mg plus A, aşağı ensə mg minus A yaza bilərik. Daha sonra, bəs sürtünmə qüvvəsinin təsiri nəzərə alınarsa nə baş verər? Biraz öncə yazdığımız kimi J bölünsün 2 plus sürtünmənin də təsiri nəzərə alınanda, axı biz cismi qaldırırıqsa, plus sürtünmənin də təsiri nəzərə alırıqsa, onda deməli, biz sürtünməni də burada üzərinə gəlməliyik. Deməli, F bərabər mg bölünsün 2 plus F sürtünmə yazılacaq sürtünmənin təsiri nəzərə alındığı hallarda. Bəzi hallarda blokun öz kütləsi də nəzərə alınır. O tip misalları dərs izahında, yəni qarşımıza çıxdıqca baxmış olacaq ki, blokun da kütləsi nəzərə alınanda, necə ki, M kütlənin ağırlığını mg olaraq götürürsən, blokun da kütləsini sən verəcək, onun ağırlığını nəzərə alacaqsan. Yəni, başqa bir şey yoxdur. Sonra polisifaz sistemlər var. İndi baxarıq bir neçə misala. Bu, deməli, güvən test toplusunu açaram. Oradan bir neçə sualı həll edərik. Gəlin o vaxta qədər biz bir mail müstəviyə də baxaq. Təsəvvür edək ki, mail müstəvidə biz dartı qüvvəsinin təsiri ilə bir cismi yuxarı doğru dartırıq. Deməli, şərt qoyaq ki, sürtünmə nəzərə alınmır. Sürtünmə nəzərə alınmır. Bu halda təbii ki, bir dənə biz qüvvələri göstərək. Hansı qüvvələr idi? mg idi, mg sinus alfa idi. Daha sonra mg kosinus alfa idi. İndi, sürtünmə nəzərə alınmadığı halda, biz əgər dartı qüvvəsinin təsiri ilə cismi bərabər sürətlə yuxarı qaldırırıqsa, onda deməli, F dartı qüvvəsi mg sinus alfaya bərabərdir. Yazaq. mg sinus alfa bərabərdir nəyə? F dartıya. Burada sadəcə F olaraq da göstərilir. Yəni, siz sadəcə F olaraq görəcəksiniz. Yəni, həmin F zaten dartı qüvvəsidir. Bunu indidən bilək. Deməli, sinus alfanı yazaq. Sinus alfa nədir? Sinus alfa, alfa bucağın qarşısındakı katetin, alfa bucağın qarşısındakı katet bu halda nədir? Qarşısındakı katet bu halda hündürlükdür. Hipotenuza olan nisbətinə bərabərdir. Hipotenuz da bu halda L uzunluqdur. Onda sinus alfa bərabərdir nəyə? H bölünsün L-ə. Yəni, alfanın qarşısındakı katetin hipotenuza olan nisbəti. Onda nə yaza bilərəm? mg H bölünsün L bərabərdir F-ə. F yəni F dartıdan söhbət gedir. Onda deməli biz buradan mg bölünsün F-i çıxarsaq, mg bölünsün F bərabər olacaqdır nəyə? L bölünsün H-a. Yaxşı, L bölünsün H-a. Deməli, mg-nin F-ə olan nisbəti L bölünsün H-a bərabər olmuş olacaq. Bu elə
mail müstəvidə bir çox misalların həllində bizə lazım olacaq bir düsturdur. Digər tərəfdən mail müstəvinin qüvvədə qazancına biz L bölünsün H deyirik. Deməli, mail müstəvinin qüvvədə qazancını bildirir bu. L bölünsün H. L bölü H, H bölü L sinus alfadırsa, onda deməli yazıram K qüvvədə qazanc L bölü H-dır. H bölünsün L sinus alfadırsa, L bölü H 1 bölünsün sinus alfa olacaq. Deməli, biz qüvvədə qazancı istəsək L bölü H-la, istəsək 1 bölünsün sinus alfa ilə də işarə edib göstərə bilərik. İndi bir neçə sual üzərindən bəzilərinə baxaq. Yəni, burada əsasən suallar üzərində öyrənmiş olacaq